Mən sevgi dolu bir ailədə böyümüşəm. Həmişə atamın anama, anamın atama olan sevgisinin şahid olmuşam. Çünki onlar bunu hər zaman kiçik jestlərlə, kəlmələrlə həmişə bildiribdilər. Hansı ki, həmən vaxtlar ümumi vəziyyətin, imkanların zəif vaxtları idi. Nümunə vermək istəyirəm. Deyək ki, atam evə alma alırdı, yarım kilo, 1 kilo. Gəlirdi evə, hamı ilə görüşürdü, o almanı qoyurdu masaya, paketin içində. Anamla görüşəndə də cibindən ayrıca bir alma çıxardırdı, öpürdü, verdi anama ki, bu da sənindir, ayrıca, bu sənin, bu sənə özəldir. Anam təbəssüm edirdi, özünü dəyərli hiss edirdi, özəl hiss edirdi, xoşbəxt olurdu və təbii ki, evin xanımı xoşbəxt olanda ailənin digər üzvləri də xoşbəxt olur. Biz də sevinirdik. Amma hansı ki o alma paketdəki digər almalarla eyni almaydı. Eyni vaxtda alınmışdı. Sadəcə atam evə çatana yaxın bir dənəsini paketdən çıxardıb, təmizləyib, ayrıca cibinə qoyurdu və o bir dənə almanı anama özəl olaraq verirdi, özəl qılırdı. Nə demək istəyirəm əziz dostum? Bir insana hədiyyə eləmək üçün, bir insanı sevindirmək üçün, xoşbəxt eləmək üçün belə çox geniş maddiyyata ehtiyac yoxdur. Varsa daha yaxşı, Allah başından töysün. Sən nə qədər maddi imkanlarını təqdim edirsənsə, o qədər də möhtəşəmsən. Amma kiçik sözlərlə, kiçik jestlərlə sən istəsən yanındakı insanı xoşbəxt eləyə bilərsən. Nə bilim, evdə yemək yeyəndə adi çörəyi ortadan kəsib buyur yarısını ona vermək. Nə bilim, bir qaşıq onun qabından götürüb onun özünə belə yedirtmək. Nə bilim, oturub bərabər iş görmək, bərabər çalışmaq. Sən yeməyi bişir, mən salatı hazırlayım. Və yaxud da ki, sən otur bugün çayı özüm sənə dəmləyəcəm demək. Nə bilim, birlikdə ayaqqabını təmizləmək, bugün evi mən yığışdırım. Və yaxud da xoş kəlmələrdən istifadə eləmək. Nə gözəl ev təmizləmisən bu gün, nə əla yemək bişirmisən. Oturub onun saçını daramaq, birlikdə filmə baxmaq, uşaqların dərsləri ilə bu gün sən birlikdə onunla məşğul olmaq. O qədər bunun üçün səbəblər var ki, solumuz səbəbdir, sağımız səbəbdir, hər yerimiz səbəbdir bir insanı sevindirmək üçün. Tək neyniyək? Can könüldən bunu istəyək. Dolayısıyla hədiyyə etməyin məqsədi qarşımızdakı insanın sevinməsidir, xoşbəxt olmasıdır. Onun sevinməsi üçün, xoşbəxt olması üçün, təbəssüm etməsi üçün əlimizdən nə gəlir, balaca, böyük, nə gəldi, eləyirsə bu bir hədiyyədir. Hədiyyə vermək çox möhtəşəm bir şeydir. Yanındakı insanı xoşbəxt etmək çox möhtəşəm bir hissdir. Xoşbəxt olaraq xoşbəxt olmanız və daim təbəssüm etməniz diləyilə. Xoş qalın, xoşluqla qalın.